sənədsiz evlərin nə vaxtsa sənədlərinə qovuşma ehtimalı varmı? Cənab Prezident tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun müxtəlif maddələrinə əlavə və dəyişiklik edilməsi ilə bağlı fərman verilib və s. 539-cu saylı fərman və s. Və buna oxşar bəzi qərarlar və hökumət hesab edir ki, bu cür qərarlarla bu problemi həll etmək olar, amma biz düşünürük ki, bu problemin həlli, deməli 2019-cu ildə çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı Cənab Prezidentin fərmanı oldu və o fərmana oxşar şəkildə bir qərarla həll olunmalıdır. Yəni burada vətəndaş getsin, torpaq sahəsini yenidən alsın, onun təyinatının dəyişdirilməsi ilə bağlı harasa müraciət etsin, hansısa qapıları döysün, bu istiqamətdə müəyyən sənədlər toplasın filan. Hesab edirəm ki, bu şəkildə bu problemi həll etmək ya mümkün olmayacaq, ya da buna ən azı bir illərlə 10 ildən, 15 ildən artıq vaxt lazım olur.